Mövzu ilə bağlı müzakirəmizi millət vəkili Cavanşir Feyziyevlə aparacağıq. Axşamınız xeyir Cavanşir müəllim. Axşamınız xeyir olsun. Əslində bu qərəzlərin səbəbləri nədir və bu qarayaxma kampaniyası, eyni zamanda Azərbaycana qarşı olan bu qərəzin əsas, yəni bunun təməlində nələr dayanır? Bu bizim üçün yeni hal değil. Aslında biz müstəqilliyimizi bərpa etdiyimizdən başlayaraq Azərbaycana qarşı qarayaxma kampanyaları, şər böhtan kampanyaları həmişə aparılıb. Əlbəttə bunun başında həmişə ilk növbədə erməni lobby təşkilatları dayanıb və onların verdiyi informasiya və məlumatlar, materiallar əsasında lobbiçilik təşkilatları öz fəaliyyətlərini Azərbaycana qarşı qurublar. Və xatırlayırsınız, hələ 93-cü ildə Azərbaycanın torpaqları işğal olunmasına baxmayaraq Amerika Konqresində elə bir təbliğat aparılmışdı ki, Amerika Konqresi Azərbaycana qarşı sanksiya tətbiq etmişdi. İşğalçını kənarda qoyaraq işğala məruz qalana sanksiya tətbiq etmişdi və o zamandan indiyə kimi bu proseslər davam edir. Düzdür, Vətən müharibəsindən sonra artıq bir çox ölkələrdə erməni lobbiçiləri ümidlərini itiriblər və biraz diqqəti azaldıblar bu məsələyə. Amma yenə də bu istiqamətdə iş aparmaqda davam edən revanşist xarakterli qüvvələr mövcuddur və onlar yenə də müxtəlif əsasən tanınmış adamların əli ilə, onların vasitəsilə, onların təmsilçiliyi ilə Azərbaycana qarşı qarayaxma kampaniyalarını aparırlar. O ki qaldı Luis Moreno Ocampo'ya, o da yeni bir figur deyil korrupsiya aləmində. O hələ Beynəlxalq Ədalət Məhkəməsində işləyərkən onun haqqında belə məlumatlar yayılırdı mətbuatda, dünya mətbuatında və onun offşorlarda heç yerdə bəyan olunmamış hesabları və həmin hesablarda külli miqdarda vəsaitlərin olduğu aşkar olunmuşdu. Lakin o zaman onun beynəlxalq məhkəmənin hakimi kimi immuniteti olduğuna görə ona qarşı iş qaldırılmamışdı. İndi Ocampo pensiyaya çıxıb və özü üçün yeni gəlir mənbəyi yaradıb. Bir qeyri-hökumət təşkilatı təşkil etməklə müxtəlif sifarişləri yerinə yetirməyə hazırdır. Bu təkcə Ocampo deyil, bu işlə məşğul olan siyasətçilərin sayı Avropada həddindən artıq çoxdur. Məsələn, sabiq Avropa Parlamenti üzvləri, hansı ki artıq növbəti seçkilərdə seçilə bilmədi, onlar Brüsseldə və yaxud öz ölkələrində bir ofis yaradır və lobbiçiliklə məşğul olur və müxtəlif maraqlı qüvvələrə xəbərlər göndərirlər, onlarla görüşə dəvət edirlər onları və onların arzularını yerinə yetirməyə hazır olduqlarını bildirirlər. Ocampo'nun bu yayılmış video görüntüsündə də, onun oğlunun başqa bir şəxslə danışıqlarında da, video görüşündə də məhz elə bu məsələlər müzakirə olunur. İndi Azərbaycana qarşı siz belə sual qoydunuz ki, olan bu qərəzin arxasında nə durur? Əlbəttə, Avropanın siyasəti durur. Avropa siyasəti heç zaman aşkar, şəffaf və bir mənalı olmayıb. Uzun illər, 30 ildən çox Avropa İttifaqı Azərbaycana güya ki təəssüb keşlik etdiyini bildirib, amma əslində torpaqlarımızın işğal altında qalmasını dəstəkləyib. Pərdə arxasında münaqişənin dondurulmasına dəstək verib, ancaq üzdə həmişə güya Azərbaycanın torpaqlarının sülh yolu ilə azad olunmasına çalışıb. Və Avropa Parlamentində 5 il çalışmış bir adam kimi mən başa düşürəm onların bütün ssenariləri, bu kimi ssenariləri çox yaxşı bilirəm və bütün əslində bu bizim dünyaya çıxışımız müddətində, yəni müstəqilliyimizi bərpa etdikdən sonra Amerika Konqresində, Avropa Parlamentində, Fransa, Niderland, Yunanistan parlamentlərində Azərbaycana qarşı hazırlanan mətnlər hamısı ermənilər tərəfindən yazılmış mətnlərdir. Bir çox hallarda Azərbaycana qarşı hər hansı iddiası və tələbi olan dövlətlər də bu kampaniyalarda iştirak edir və həmin dövlətlərin
maliyyələşdirdikləri qeyri-hökumət təşkilatları Avropa Parlamenti kimi qurumlarda lobbiçilik fəaliyyəti aparır və Azərbaycana qarşı qətnamələrin üzə çıxarılmasına, səs verməyə çıxarılmasına və qəbul olunmasına çalışırlar. Vətən müharibəsindən sonra düzdür bu cəhdlər azalsa da, amma görünür ki, hələ də Azərbaycandan nəsə gözləyənlər və nəsə istəyənlər, nəsə tələb edənlər var. Və nəzərə alsaq ki, xaricdə yaşayan erməni diasporu, şəbəkələnmiş erməni diasporu Ermənistandakı bugünkü siyasi hakimiyyətlə eyni siyasəti izləmir. Yəni onlar Azərbaycana qarşı düşmənçiliyi və qərəzliyi davam etdirməkdə israrlıdır. O zaman deyə bilərik ki, ilk növbədə bu Avropada şəbəkələnmiş erməni diasporunun təşəbbüsü ilə Okampo və onun kimilər Azərbaycana qarşı belə bir anti-təbliğat aparır. Təşəkkür edirəm Cavanşir müəllim. Qısa, lakin dolğun məlumatlar verdiyinizə görə və bir daha xatırladıram ki, mənimlə birbaşa bağlantıda millət vəkili Cavanşir Feyziyev idi və o bizə Okamponun əslində arxa fonunda nələrin dayandığını və eyni zamanda Avropa İttifaqının bəzi ölkələrinin Azərbaycana qarşı qərəzi barədə məlumatları verdi.